gün artıq 80-ci buraxılışdır. Hər vaxtınız xeyirli olsun. Marketing Talksun nə az nə çox düz 80-ci buraxılışında sizi salamlamaqdan çox məmnunam. Əlim hər vaxtınız xeyir. Hər vaxtınız xeyir. Üzünüzü görək. Heç görüşmürdük. 80-ci buraxılışda özünüzü necə hiss edirsiniz? Şükür, çox yaxşı, çox əla. 80-ci buraxılışın mövzusu ilə bağlı çox iddialı. Bəli, qonağımız da maraqlı. Ən çox da deyirlər, həmişə eyni adamlar, həmişə və bu şəxs də əslində bir çox yerdə populyardır, amma 80 buraxılış ki biz onu hələ dəvət eləməmişdik və 80-ci buraxılışa dəvət etmiş olduq. Amma həmçinin mən eyni şəkildə demək istəyirəm ki, bizim bugünkü buraxılışımızın ərsəyə gəlməsinə bizə dəstək olanlar var. Hansı ki, onları unutmaq olmaz. Çünki Marketing Talksun dəstəklə bağlı biz posta yazmışdıq. Əsas da siz çox sağ olun bununla bağlı. Həqiqətən də mənim üçün çox böyük bir məna daşıyır. Hələ ki nəticəsi olmayıb, amma yenə də. Yox, nəticəmiz var, dostlarımız var. Söz yox, amma əlbəttə ki, bundan da kifayətlənmirik. Biz yenə də əhatəmizdə olan insanların daha çox almağını istəyirik, şəbəkənin daha çox olmağını istəyirik. Çünki bu veriliş vaxt itkisi deyil, həqiqətən də fayda verir. Sadəcə fayda verir. Sözünüzə qüvvət, keçən sonuncu 79-cu buraxılışda bir komment diqqətimi çəkdi. Dedi, bizi qovuşdurana şükür. Şükür, bəli. Bugün onunla da bağlı kitab hədiyyəmiz var axı. Biz parlaq imzalarla da əməkdaşlıq edirik. Bu əməkdaşlıq tamamilə təmənnasızdır. Düzdür, təmənnasız deyil. Onlar bizə kitab göndərirlər ki, biz kitabları sizə hədiyyə eləyək. Amma hər bir halda necə deyirlər, çünki faydalıdır və biz deyirik ki, heç olmasa orada zərrəcik qədər də olsa bir rolumuz varsa kiməsə bu kitabı çatdırmaqda, niyə də etməyək? Mən həmişə onun tərəfdarı oluram ki, deyir adətən, yəni ən çox buna görə cavab gəlir də. Hətta kanalınızın baxışı, kanalınızın abunə sayı falan. Əgər siz dəstək olsanız, biz birlikdə böyüyə bilərik. Yox, siz özünüzü tam böyük sayırsınızsa, bizi balaca sayırsınızsa, biz böyüyəndə sizinlə görüşəcəyik. Amma onda da mən getməyəcəm. Amma buna rəğmən yenə də çağırışlarımıza dəstək olanlar var. Onları unuda bilmərəm. Təbii ki. Ən yaxında deyir o qonşudan gəldi. Deyir uzaq qohumdansa yaxın qonşu yaxşıdır. Burada deyir obanı həqiqətən də sonsuz şəkildə təşəkkür edirəm. Onlar bizə dəstək olurlar. Bu buraxılış da onların sponsorluğu ilə ərsəyə gəlir. Məhz onların iki məhsulunu bizim qarşımızda görürsüz. Hansı ki elə adı üstündə hər gün su içmək lazımdır, elə hər gün suyunu içmək lazımdır. Kimsə deyir ki suyun dadı olmur, amma mənə görə suyun dadı var. Mən hər suyu da içə bilmirəm, amma bu mənim maşınımda həmişə olur. Yəni maşınımda oturanlar da bilirlər. Çay, su məsələsində sizinlə mübahisə eləməyə heç kimə tövsiyə eləmirəm. Çay məsələsi, bəh. Özdə əsl sezondur, payızdır. İndi havalar yavaş-yavaş dönür. Düzdür, Bakıda heç payız havası keçmir, amma yenə də əsl çay havası keçir də. Qəşəng dəmləyirsiniz. Elə bu buraxılışda gedin, süzün, gəlin, oturun bizimlə birgə bu buraxılışa siz də baxın. Obaya Aləmşah çayına görə təşəkkür edirik, hər iki məhsula görə təşəkkür edirik, amma bununla da yekunlaşmır. Mən bunu özümə necə deyirlər, borc bildirim ki, Obanın çox maraqlı bir biznes kartı var və bu biznes kartı artıq fəaliyyətdədir. Nəyə lazımdır bu biznes kartı və kimin üçündür? Çox vaxt KSM deyirlər, korporativ sosial məsuliyyət. İyanə etmək istəyən şirkətlər olur. Hansı ki deyirlər ki, gedək marketlər şəbəkəsini alış-veriş eləyək və aparaq bunu sosial ehtiyacı, yəni ehtiyac duyan insanlara. Bu biznes kart nə edir? Misal üçün siz oturmuşsunuz burada Bakıda və deyirsiniz ki, mən Ucarda və yaxud da nə bilim Göyçayda yaşayan bir şəxs üçün yardım etmək istəyirəm. Bu biznes kartı siz alıb ona göndərirsiniz, onun içərisində balansı yükləyirsiniz və alış-verişə hətta nəzarət edə bilirsiniz ki, misal üçün az yaşlılar varsa o evdə tütün məhsullarını, spirtli içki məhsullarını filtr qoyursunuz, o məhsullar alına bilməz o kart vasitəsilə. Əyləşdiyiniz yerdən balansı artıra bilərsiniz, nəzarət edə bilərsiniz ki, baxırsınız ki, alış-veriş hər dəfə edirlər. Məndə sual yarandı. Birdən nə bilim un, şəkər tozu falan aldı. Apardı başqa yerdə barter elədi zərərli məhsullarla. Müəllim, siz marketing mütəxəssisi kimi düşünürsünüz, xahiş edirəm. O necə olacaq? Məncə yox. Məhz bu layihə sırf onun üçündür. Yalnızca ehtiyacı olan insanlar üçün yox, hətta sahibkarlar bu kartı əməkdaşlar üçün ala bilər. Yəni siz mənə ala bilərsiniz. Mən o kartla alış-veriş edirəm. Mənim beynim həmişə belə şeylərə işləyir də. Hə, tam ciddi sözümdür. Bu kart vasitəsilə böyük ehtimal nəzarət var artıq orada. Çünki hər eldə, hər deyir adı üstündə Obada, Oba marketlər şəbəkəsi var.
həqiqətən qonşu qədər yaxındır və son zamanlarda marketləşə səhər-səhər elə bacımla da bununla bağlı söhbət etdi. Yanından keçəndə içini o qədər qəşəng gördüm ki, heç deməzdim ki, yəni əvvəlki deyirəm, bəli, əvvəlki obalar hamısı yığışdırılır, artıq yenilənmiş formatda, yenilənmiş çeşiddə, daha böyük və daha yaxın olmaqla sizə xidmət göstərir. Yəni bir ay təqribən bəlkə bir ay ərzində artıq bir il tamam olacaq ki, oba marketinq tolsa dəstək olur. Bəli. Onların dəstəyi ilə unutmaq unutmaq olmaz, yəni dərsiyə gəlir bu verilişlər. Biznes kart haqqında aşağıda kifayət qədər ətraflı məlumat verəcəm. Hətta sosial mediamdan da paylaşacağım bununla bağlı. Oradan da baxa bilərsiniz. Elə sosial mediamda Vüsaldan xahiş eləyəcəm. Instagram və Facebookumuzu, bizim LinkedIn səhifələrimizi aşağıda göstərsin. Bilmirəm, təsvir hissəsinə girsəniz, orada da yazılı olur hər daim. Buna görə təşəkkür edirik. Sonsuz təşəkkürlər. Daha bir təşəkkürümüz Digibum agentliyi üçündür. Niyə? Bu podkastın yayımlanmasında, onların sosial mediamızın idarəsində, ondan sonra cover şəkillərinin hazırlamasında onlar hər zaman dəstək olurlar bizə. Düzdür, mənim vaxtım olmur onlara cover şəkli göndərməyə, amma onlar dəstək olurlar. Mən göndərsəm eləyəcəklər, sadəcə mənim vaxtımın olmamağından irəli gəlir. İnşallah bundan sonra daha da nəzarət eləyəcəyik və düşünürəm ki, 80-ci buraxılışını biraz fərqli bir coverla artıq çıxarıq da bundan sonra daha maraqlı olar. Və ən son olaraq da, yəqin ki, Marketing Talks mütəmadi izləyənlər bilirlər ki, biz hər daim studiyalarda bir fərqli olur, amma bugün tam fərqli bir studiyadayıq. Bəli, bugün və bugündən etibarən biz Qarmedia ilə əməkdaşlıq edirik. Onlara da Arif bəy və komandasına sonsuz təşəkkür edirəm. Əgər sizin də hər hansı bir podkast çəkilişləriniz ehtiyacınız olarsa, ola bilər deyirsiniz ki, mənim özümün heç bir şeyim yoxdur, nə mikrofonum, nə kameram, heç bir şeyə ehtiyac yoxdur. Mikrofondur, kamerası, podkast üçün nə lazımdır? Studiya, işıq, mikrofon və kamera lazımdır. Bir də yaxşı aparıcı. O hər adamda olmur, amma nə isə, o başqa bir mövzudur. Bəli, siz də gələ bilərsiniz, Qarmediaya müraciət edə bilərsiniz. Hətta montaj məsələsində belə sizə dəstək olacaqlar. Sadəcə yazmağınız kifayətdir. Hə, bu qədər. Bu qədər deyil. Operatorumuz Vüsal bəy Vüsal burada qocalıb. 80 buraxılışda Vüsal burada qocalıb. Sözün əsasında Sovet adamına dönüb Vüsal. Vüsal hər dəfə gətirir, o baxıram gözüm qalıb, bu çayı gətirir, aparır. Bəlkə bir Yox, müəllim, çay içəndə bir dəfə açın onu dəmliyin çay içəydə. Qarabqanı gətirib göstərir. Qutunu gətirib göstərir, sonra götürür aparır. Bax bugün bu buraxılış yayımlananda mən əlimin qarşısına qoyduğum bu çayı sizə göstərəcəm. Yəni uzun sözün qısası müəllim, bu çay sizə dəmləyəcəm, söz verirəm. Bəli, biz bugün uzun danışırıq. Əli müəllimlə deyir, həmişə görüşürük, amma bu podkastın qarşısına belə kamera qarşısına çıxanda ürəyimiz dolu olur və istəyirik sizinlə də paylaşaq. İnşallah bəlkə bir dəfə də yenə də canlı bir görüş eləyərik, amma ona kimi bugünkü buraxılışımızın qonağını artıq təqdim etmək istəyirəm. Çox gözlətməyək onu da. Bayaqdan bizim söhbətimizə qulaq asır. Xoş gördük Azad bəy. Xoş gördük. Necəsiz? Xoş gördük. Xoş gəldiniz. Çox sağ olun dəvət üçün Əli bəy, təşəkkürlər. Siz sağ olun ki, gəldiniz. Düzdür, biz deyir 80 buraxılışa adətən bilirəm ki, kimsə təzə podkast açanda birinci sizi çağırır. Bunu açıq deyəcəm, heç kim inciməsin. Hamı birinci sizi çağırır ki, baxışı falan çox yığsın, Azad müəllim populyardır, çox görsün. Mən ayağım yüngüldür yəni ki, baxışı bilmirəm, amma ayağım yüngüldür. Mən də dedim ki, Azad müəllimlə mən elə vaxtı buraxılışda görüşəcəm ki, artıq Marketing Talks öz yerini bərk etsin. Ondan sonra biz artıq onu dəvət eləyərik. Düz 80-ci buraxılışa gəlib çıxmısınız. Yəni 80 buraxılışlıq biz fayda verməyə çalışırıq. Çox böyük rəqəmdir və davamlılıqdır. Bu önəmlidir, həddən artıq önəmlidir. Davamlı olmaq, müntəzəm olmaq, həm də ki, bu qədər kontent yaranıb möhtəşəm. Bəli, həqiqətən də elə. Deyirəm də iddialıyam ki, Azərbaycanda bu qədər davamlı olan marketinq sayəsində video kontentlər yoxdur. Bu qədər iddialıyam. Varsa yazın altına. Bu qədər. Bugün çox aqressivəm, mən bilmirəm niyə. Hətta təsadüf zərurətmi deyim, birinci bizim buraxılışımız elə satışdan başladı. Bəli. İndi 80-ci buraxılışlar artıq satışla istəyirik davam eləmək. Əla. Məncə çox yerinə düşdü. Elə isə başlayaq, çox gözlətməyək. Əslində mən satışla tam olaraq danışmaq istəmirəm. Satış və marketinq. Yəni bu söhbət artıq forumlarda da müzakirə edilir, videolarda da hamı müzakirə edir. Satış yoxsa marketinq, satış yoxsa marketinq. Biraz daha onların ortaq işlərindən danışmaq istəyirəm. Müştəriyə toxunduqları məqamdan danışmaq istəyirəm. Bu yerdə belə bir sual vermək istəyirəm ki, deyir satış, marketinq harda qutarır, satış harda başlayır? Hər ikinizdən belə bir sual verəcəm. Sizdə satış hardan başlayır? Sizdən isə marketinq harda qutarır sualını alacağam. Çox maraqlı sualdır. Əslində mən tərəfdarı deyirəm ki, belə tamamilə bunları bir-birindən ayıraq. Yəni çünki
marketinq fəaliyyəti və satış fəaliyyəti funksiyası bu biz nəyə oxşayır? Yəni biz sanki futbolda deyirik ki, müdafiəçi qol vura bilməz. Bəli. Və ya hücumçu gəlib müdafiəyə kömək edə bilməz. Yəni bir komandada təbii ki, hücumçunun əsas işi qol vurmaqdır. Müdafiə, yarım müdafiənin əsas işi o hücumu təşkil eləməkdir, oyunu qurmaqdır, belədir. Amma hamı bir-birinə dəstək olmalıdır və iş hər yerdədir. Misal üçün, indi mən futbol həvəskarıyam deyə oradan misal gətirirəm. Müdafiə hücumçudan başlayır da, müasir futbolda. Və marketinq fəaliyyətində bu günləri təkcə marketinq mütəxəssisi iştirak eləmir də. Bəzən insan resursları əməkdaşının belə rolu olur. Belə şirkətin marketinq fəaliyyətində. Maliyyə şöbəsinin belə rolu ola bilər. O ki qalmış satış. Satış və marketinq təbii ki, onlar kommersiya fəaliyyətidir. Yəni onlar birgə fəaliyyət göstərirlər. Ona görə mən ümumiyyətlə ayırmağın tərəfdarı deyiləm. Sadəcə hər şirkət öz daxilinə müəyyənləşdirir ki, bizim satış fəaliyyətinə nə daxildir, marketinq fəaliyyətinə nə daxildir, marketinq şöbəmiz hansı işləri görəcək, satış şöbəmiz hansı işləri görəcək, bu şəkildə. Və təbii ki, marketinqin strateji fəaliyyətləri var, bir də satışa dəstək fəaliyyətləri var. Satışa dəstək fəaliyyətlərində daha çox da satış komandası ilə birgə işləməli olurlar. Məsələ budur. Belə, yəni çox ciddi ayırmağın tərəfdarı deyiləm. Sadəcə mənim o ticari marketinqdə, yəni satışa dəstək olan marketinqdə sanki marketinq topu gətirir, verir satışa ki, buyur, qolu vur. Bəli, bu şəkildə olur. Bəli. Siz nə düşünürsünüz müəllim? Marketinq harda bitir? Müəllim praktika tərəfdən fikirlərini paylaşdı, amma mən biraz akademik nəzəri tərəfdən də məsələyə baxardım. Ümumiyyətlə, satış bu heç kimə sir deyil, yəni ən az akademik tərəfdən sir deyil ki, satış marketinqdə kommunikasiya funksiyalarından biridir və bunu bəzən insanlar ayıranda ki, satışmı, yoxsa marketinqmi və s. ya biri harda başlayır, biri harda bitir. Bilirsiniz, marketinqdə nəticəni gətirən və ya nəticəyə hasil olan, səbəb olan kommunikasiya demək ki, istiqamətləri var. Və bunlarda istər reklam olsun, istər satışın stimullaşdırılması olsun, istər birbaşa marketinq olsun. Onların yanında təbii ki, həm də satış bir kommunikasiya istiqaməti olaraq, birbaşa kommunikasiya istiqaməti olaraq yer alır. Sadəcə satış həmişə nəticədə daha çox görsənir və əsas görsənən bir tərəfdir. Məsələn, deyə bilərik ki, müqayisə üçün, yəni sən birbaşa fərdi satış etmirsən, birbaşa müştəri ilə kommunikasiya girmirsən, amma digər kommunikasiya üsulu da satış gətirir əslində. Yəni burada şərt deyil insan iştirakı. Çünki bizdə hərfi mənada daha çox qəbul edirlər. Satışı bir nəticənin adı olaraq qəbul etmirlər. Onlar düşünürlər ki, satıcı olmalıdır hər yerdə. Fikrimi çatdıra bildim. Bunu mən tam belə deyək, doğru düzgün hesab eləmirəm. O ki qaldı, hansı harda başlayır, hansı harda bitir. Belə bir ifadə də var. Bu da yenə də akademik tərəfdən ifadə eləyəcəm. Marketinq strategiyasının həyata keçirilməsinə, yəni nəticəyə gətirib çıxartmasına səbəb olan əsas alətdir satış. Yəni sən çox yol cıza bilərsən, çox planlar qura bilərsən, amma nəticə əgər ortaya çıxmalıdırsa, artıq satış burada məsələyə sahiblənir. Fikrimi çatdıra bildim, ümid edirəm. Bəs onda niyə şirkətlər arasında, yəni şirkətlərdə daha doğrusu satış və marketinq hər kəs necə deyirlər, yükü öz tərəfinə çəkməyə çalışır ki, daşıdığımız yük bizimdir, yox biz daha çox töhfə veririk. Niyə bu şirkət sahibkarına mı sərf edir belə bir şəkildə rəqabətin olması, yoxsa niyə? Sual mənədirsə... Ümumi verirəm əslində. Birinci siz cavab verir. Hə, siz yoxsa... Hə, onda birinci qonağa soruşaq. Mən bunu xüsusi olaraq satış və marketinqin qarşıdurması kimi düşünmürəm də. Yəni bu psixoloji rəqabətlik deyək daha çox. Yəni mən Şirvanlıyam, deyək ki, başqa rayonlara, başqa rayonlu kimi baxıram da, başqa regiondan olan bir adam kimi baxıram. Mənim üçün öz deyək ki, şəhərimin adamı bəlkə daha doğmadır. Bu satışda çalışanlar da özlərini bir-birinə daha doğma bilirlər, daha cəfakeş bilirlər. Marketinqdə olanlar daha önəmli işlə məşğul olduqlarını düşünürlər. Maliyyə deyir ki, yox, mən olmasam bu şirkət batar. Və hamısı müəyyən mənada haqlıdır da. Yəni biz deyə bilmərik ki,
insan orqanizmində bu orqan o bir orqandan daha önəmlidir. Yəni hər birinin rolu kritikdir və hər biri də olmalıdır şirkətdə. Yəni ola bilər ki, hansısa şirkətdə marketinq şöbəsi yoxdur, amma orada marketinqdən artıq demək ki, sahibkar özü və ya şirkət rəhbəri özü məşğul olmalıdır ki, şirkətləşsin, bazarda bir mövqeyi olsun, brendingi getsin və s. və axırda. Yəni ki, o funksiya heç vaxt itmir. Ola bilər ki, kimlərsə başqaları bu funksiyanı yerinə yetirir. Məsələn, kiçik şirkətlərdə insan resursları mütəxəssisi və elə bir şöbə olmur. Amma o funksiyanı məcburdular yerinə yetirməyə. Eləcə də marketinq məsələ, eləcə də satış. Bəzən ola bilər ki, şirkətdə biznes modeldən asılı olaraq satış mütəxəssisi yoxdur. O şirkətdə sahibkar satır. Məsələn, layihələr satırlar, böyük həllər satırlar və orada ciddi ekspertiza tələb olunur və o ekspertizada elə ən çox şirkətin direktorunda və ya sahibkarında olduğuna görə birbaşa kommunikasiyanı o edir, görüşlərə o gedir və s. Yəni, ola bilər ki, kimlərsə var, yoxdur, amma funksiyalar olur. Yəni, canlıların hamısında bəlli funksiyalar var da, həzm, tənəffüs və s. Bu funksiyanı başqa cür orqanlar yerinə yetirə bilərlər, amma o funksiya var. Eləcə də şirkətlərdə ola bilər satış əməkdaşı yoxdur, amma satış funksiyası var. Marketinq əməkdaşı olmaz, amma o funksiya var. Və bunlar da bir-birindən, yəni deyək ki, satış çox önəmlidir, marketinq önəmlidir. Bəli, ola bilər ki, hardasa hansısa biznes modellərdə marketinqin işi çox olar və ya satışın işi az olar. Bu şeylər ola bilər, bu normaldır, amma biz heç vaxt belə deyə bilmərik ki, satış daha önəmlidir, marketinq falan. Bəli, Əli müəllim bayaq da dediyi kimi, əsas məsələ nəticədir və əsas nəticələrdən biri təbii ki, satış nəticələridir. Nəticənin adıdır belə satış. Bəli, və əgər sən nəticə əldə edə bilmirsənsə, gerisi artıq belə deyək də, yəni bəhanə olur. Belə olanda. Bəli, sən gözə xoş gələn işlər görə bilərsən, özünə xoş gələn işlər görə bilərsən, amma əsas məsələ nəticədir. Nəticədir. Sizin bununla bağlı fikriniz? Fikrim belə deyim sizə, bu niyə bunlar arasında niyə var bu rəqabətlik? Niyə belə bir rəqabət var? İndi bəzən təbii ki, indi şirkətin əsas etibarilə bu yuxarıda rəhbərlik səviyyəsində siyasətindən asılıdır. Bir çox şirkətlər ya bilərəkdən, ya bilməyəkdən bu rəqabəti yaradır. Təbii ki, bilərəkdən də yaratma rəqabət var. Çünki bunlar nə qədər bir-biri ilə rəqabətdə olsalar, udan biznesdir. Digər tərəfdən, amma bu rəqabəti necə saxlamaq, yəni sağlam rəqabət yaratmaq, yoxsa qeyri-sağlam rəqabət yaratmaq? Bu artıq təbii ki, şirkətin özünün, belə deyək də, məsələyə münasibətinə və yaxud da ki, nə qədər məlumatlılıq səviyyəsindən asılıdır. Bəzən görürük ki, elə qonşu da eşidib ki, bu rəqabət çox fayda verir biznesə, amma bu, belə də çox sağlam rəqabət formalaşdıra bilmir. Nəticədə bir toksik mühit yaranır, nə bilim, biznesə bir problem yaranır, əksinə nəticələr bir-birinin əksinə, tərsinə, bir-birinə dəstək olmurlar. Artıq biri var ki, ümumi biznesin hədəfi üçün hamı bir yerə zərbəni vursun, bir də var ki, hərə öz yorğanı öz üzərinə başlayır çəkməyə və sonda da biznes təbii ki, bundan qazanmır. Yəni, hərə fərdi nəticələri üçün uğraşır. Məsələn, tutaq ki, satış çox bonus qazanmalıdırsa, başlayır mənfəətsiz satışlar olsa belə daha çox satış eləməyə və yaxud da ki, marketinq özünə ad qazanmaq istəyirsə, böyük bir səs-küy gətirən bir kampaniya eləyir, amma bilir ki, bunu sata bilməyəcək heç kim. Öz xalı öz üzərinə çəkir, böyük kampaniya eləyir, baxır, deyir ki, bax gör nə qədər insan baxdı, filan elədi, hər yerə, hamı bizdən danışdı. Son nəticədə sahibkar deyir ki, axı, bəs satış, hədə satışımız işləmir də demək, sata bilmir. Kimi çatıra bildim? Yəni, kim istəsə yorğanı üzərinə çəkməyə çox rahatdır. Və bunu çox da rahat əsaslandıra bilər və yaxud da kimisi günahlandıra bilər. Ona görə də hər tərəf ümumi nəticə üçün uğraşır. Ümumiyyətlə, şöbələr arası rəqabət heç də yaxşı nəticə çıxarmır. Mən belə bir nümunə görmürəm ki, orada belə bir rəqabətin xeyri olsun. Bu, yalnızca kommunikasiya problemlərinə gətirir, çıxardır, konfliktlər, toksik mühit, əməkdaşlığın olmaması,
Yəni şirkətin uğurlu olması üçün şirkət bütövlükdə bir orqanizm kimi işləməlidir. Bir-birinə dəstək olmalıdır, birgə işlər olmalıdır. Xüsusən də satış və marketinq. Yəni onlar kommersiya fəaliyyətidir. Yəni şirkətin kommersiya uğuru onlardan ciddi şəkildə asılıdır və onlar arasında əksinə maksimal yəni team building olmalıdır, maksimal əməkdaşlıq olmalıdır. Buna nail olmalıdır. Yəni biz sualı belə heç vaxt qoymamalıyıq ki, hansı daha önəmlidir? Bu sual yalnızca yanlış rəqabət formalaşdırır. Əksinə, sual qoymalıyıq ki, necə daha yaxşı birgəliyə nail ola bilərik, birgə fəaliyyətə nail ola bilərik. Bunun üçün nələr etməliyik? Yalnız bu halda biz uğurlu ola bilərik. Mən o başqa cürəsini təsəvvür eləmirəm. Şöbələr arası rəqabətin yaxşı, maraqlıdır ki, indi hər ikiniz də kifayət qədər şirkətlərlə çalışmısınız, sahibkarlarla çalışmısınız da. İndi bu ideal sistem nədir? Əlbəttə hər bir şöbə arasında marketinq, satış da daxil olmaqla maraqlı, yəni ailə bir mühiti yaranması. Doğrudan da o deyil, biz bir ailəyik sözü həmişə gülməli bir səslənsə də iş yerində də ki, biz bir ailəyik. Hal-hazırdakı Azərbaycanda şirkətlər necə bir vəziyyətdədir? O toksik mühitlik var, rəqabətlilik var, yoxsa hamı rahat işləyir? Birisi necədir? Biz təbii ki, bir evaluasiya... Üzr istəyirəm, sözünüzü niyə kəsirəm? Mənə maraqlıdır ki, bu sualın ardınca onu gətirəcəm ki, 10 il əvvəlki necə idi, indiki necədir vəziyyət? Şəbnəm xanım, təbii ki, biz Azərbaycan bazarında şirkətlər sürətli bir dəyişim keçirirlər. Çünki biz 90-cı illərdə biznes həyatına başlamışıq da, biznesin nə olduğunu görməyə, eşitməyə başlamışıq. Və bu təsəvvür edin ki, yəni bəlkə də bir 10 il, 15 il bundan əvvəl marketinq şöbəsində modellər işə götürürlər. Sanki model kimi xanımlar, bəylər getməlidirlər və şirkəti təmsil etməlidirlər. Ona görə çox gözəl olmalıdır. Yəni bu anlayış var idi, marketinq haqqında təsəvvür bu idi. Amma indi təbii ki, o deyil. Təbii ki, indi hansı önəmlidirdən də çıxıblar, bu sualdan belə çıxıblar və normal artıq orta, iri şirkətlərin mən rastlaşdığım əksəriyyəti artıq anlayır və buna çalışır ki, birgə fəaliyyət, əməkdaşlıq olsun. Çünki özləri onu o qədər ziyanlı görürlər. Ən çox ziyanlı görən, bu yanlış addımların, yanlış yanaşmaların ən çox ziyanlı görən sahibkarlardır. Onlar mənfəətdə bunu görürlər və ya şirkətin bazardakı mövqeyinin itirilməsində bunu görürlər. Ən çox ziyanlı çəkən, ən çox ağrını çəkən onlardır. Şirkətdəki bir əməkdaş bu gün buradadır, sabah burada deyil və yaxud da ki, şirkət orada mənfəəti varmı, yoxmu, heç onun bir çoxaları xəbər olmaya bilər. Ən çox bunu istəyən sahibkarlardır və bu daim də çözüm axtarırlar. Bizim ümumiyyətlə sahibkar olan şəxslərdə qətiyyən intellekti az olan falan şəxs, əksinə onlar yüksək intellekti, yüksək xarakter xüsusiyyətləri olan şəxslərdir ki, bir cəsarət nümayiş elətdirib biznes qurmağa başlayıblar və alındırıblar bunu, harasa qədər alındırıblar. Bəli, biz elə Avropa, Amerika, Yaponiya deyilik bizneslərimizin belə deyə də inkişafı baxımından, təkmilliyi baxımından, amma gedirik də o yolu gedirik. Bu təbii bir inkişaf prosesidir, çox təbiidir, normal bir haldır və belə söhbətlərin ən gözəl xüsusiyyəti odur ki, sağlam informasiya yayılır, sağlam informasiya yayılır, axtaranlar tapırlar bu sağlam informasiyanı. İndi məsələn, ildən ilə şirkətlər daha çox konsultasiya xidmətlərinə müraciət edirlər, daha çox işinin həqiqi peşəkarlarına müraciət edirlər, ya birbaşa cəlb edirlər, gücləri çatmayanda hissəvi cəlb edirlər və ya məsləhət alırlar, dəstək alırlar. Bu deməkdir ki, bəli, doğru yoldur bu və mən inanıram ki, çox əla da olacaq. Bunun da əsas kökündə duran odur ki, bizim insanlar öyrənməyə, inkişaf eləməyə həvəslidirlər. Bir də bizim valideynlər uşaqlarının təhsilindən ötürü hər cür fədakarlıq eləməyə hazırlar. Mən ona görə inanıram ki, bizdə peşəkarlar sürətlə artasıdır. Sürətlə artasıdır. İnşallah ki, nəticələrini görərik. Mən başqa bir tərəfdən də məsələyə fikir bildirim. Demək, ümumiyyətlə, problemin mənbəyinə biraz varsaq, problem deməyim də, yəni bir çözülməyən bir şeydir də. Hər halda problem adlandıra bilərik. Gəlir məsələ dirənir, sistemin yaradılmamasında. Yəni, məsələn, şirkət, müəllim qeyd elədi, məsələn, konsultasiya tərəfi. Biz nə edirik şirkət olaraq? Daha çox əməkdaş çalışırıq, əməkdaşı təlimdən keçirək. Tutaq ki, satış təlimindən və yaxud da ki, marketinq təlimindən. Amma əgər sistem sağlam deyilsə içəridə, yəni sənin satış sistemin, marketinq sistemin bünövrəsi qoyulmayıbsa, istər konsultasiyadan, istər qeyri-hansısa bir, deyək ki, bir peşəkar gətirimsən, o peşəkar o sistemi qurmayıbsa, təlim ancaq bir farsajdır. Yəni, o sistemdə daha yaxşı, o sistemin daha yaxşı, daha sürətli işləməsi üçün bir farsajdır.
bu prizmadan baxmaq lazımdır. Bəzən daha çox hallarda nə olur? Bünövrə və sistem unudulur. Yəni istər satışda, istər marketinqdə, istər kommersiyada ümumiyyətlə götürəndə əsas vurğu verilir ki, hə biz nəticə yönümlü işləyəcəyik, tək bir dənə əməkdaşımız təlimə getsə. Bu belə deyil. Təəssüf ki, belə deyil. Çünki əməkdaş gəlir, doğrunu görür, gedir doğrusuzla qarşılaşır. Fikrimi çatdıra bildim. Onda həmin o sistemlər bir-birini dəstəkləmir. Yəni sistem dediyim də, yəni şirkətin sistemi ilə aldığı nəticələr. Mən indi bu tərəfdə müştərini tanımaq məsələsinə toxunmaq istəyirəm ki, bu da çox önəmlidir. Biz müştərimizi tanımadan, yəni indi düzdür, bu gün üçün mən demirəm hamı eyni şey eləyir, amma auditoriyamızı, doğru auditoriyamızı, müştərimizi tanımadan belə bəzən hərəkət eləyə bilirik də, bu hansısa bir biznesdən bağlı. Müştərini tanımaq deyəndə biz nədən danışaq bu gün? Data olaraq baxmalıyıq, yoxsa emosional bağlılıq olaraq baxmalıyıq? Çox yaxşı sualdır. Biz çox onu müşahidə edirik ki, şirkətlər yeni başlayan əməkdaşlarına, mən indi satış tərəfdən danışım da, satış əməkdaşlarına məhsulu öyrədirlər. Məhsul dərsləri olur, xüsusi olaraq, hətta şirkətlərin çoxsunda məhsul üzrə təlimçilər var, lakin müştərini öyrətmirlər. Halbuki satışın baş tutmaq üçün, yəni satış əməkdaşının satış elə bilməyi üçün, uğurlu satışlar elə bilməyi üçün təkcə məhsulu yox, müştərini də yüksək səviyyədə tanımalıdır, hiss eləməlidir, anlamalıdır. Məsələn, mən müşahidə edildiğim bir şey deyim. Biz bu dağıtım şirkətləri ki var, hansılar ki marketlər, şəbəkələrinə məhsulları satırlar. O şirkətlərə satış təlimləri verəndə maraqlı bir nüansı müşahidə edirdik. Orada ən uğurlu satış əməkdaşları bilirsizmi kimlər olurdu? Kimlər ki əvvəllər özləri market işlədiblər. Məhəllə market olsun və yaxud da hansısa böyük şəbəkədə marketdə administrator işləyib, nəsə işləyib. Onlar çox uğurlu olurdular. Niyə? Çünki müştərini çox yaxşı anlayırlar. Özləri o tərəfdə olublar. Özləri bütün o işin çətinliklərini bilirlər, gündəlik qayğılarını bilirlər. Ümumiyyətlə o marketçinin arzusu nədir, qorxusu nədir? Bu şeyləri bildiklərinə görə o adamlarla həm asan dostlaşa bilirlər, həm onların motivlərini, driverlərini bildiklərinə görə onlara daha yaxşı təsir edə bilirlər, onların dilində danışırlar. Buna görə də onlarda satış əla alınır. Bax, yəni marketinq zaten marketinqin də işi oradan başlayır da, müştərini analiz eləməkdən başlayır. Amma satışda da elədir. Satışda qətiyyən belə deyil ki, satış əməkdaşı məhsulu yaxşı öyrənib, gedib sadəcə avtomatik olaraq danışmalı. Qətiyyən, əslində ən peşəkar satış adamları çox az danışırlar. Onlar çox yaxşı dinləyirlər, çox yaxşı sual verirlər. Bəzən elə sual verməklə satışı başa çatdırırlar. Heç çox danışmağa ehtiyac olmur. Yəni bu yanlış bir təsəvvürdür ki, satış adamı çox danışan olmalıdır. Şey üçün, promotor, satış əməkdaşı promotor deyil. Promotorun məqsədi informasiyanı dağıtmaqdır, kommunikasiyadır. Amma satış əməkdaşı düşüncəni dəyişir, qərarı dəyişir, fikri dəyişir, yanaşmanı dəyişir. Bu da dinləmək, sual vermək, anlamaq bununla baş verir. Əlavəniz var bundan bağlı? Əlavəm tək olar ki, şəxsi təcrübəmdən deyə bilərəm. Bizdə daha çox rast gəlinən qiymət hesabına satışa can atanlardır, belə deyək, mütəxəssisləri götürəndə. Yəni, orada şərtlə, qiymətlə necəsə razı salın müştərini. Və təbii ki, sahədən də çox şey asılıdır. Məhsulun mürəkkəbliyindən də çox şey asılıdır ki, orada satış texnikası, hansı satış texnikaları istifadə olunacaq. Müştərinin problemini anlayıb ona həll gətirən satıcı və yaxud dəyər əsaslı satıcı çox nadir hallarda olur. Yəni, bu söhbət nədən gedir? Yəni, müştəri öz probleminin həllini istəyirsə, sən ona konsultativ satış həyata keçirməlisən. Bu da baxır, yenə də qeyd elədiyim kimi, nə qədər sahə mürəkkəbdir, ya məhsul mürəkkəbdir. Çünki bunların arasında fərqlər var. Elə bir şey var ki, sən orada doğru düzgün məhsulu tapıb seçməyə dəstək ola bilərsən. Amma elə məhsul ola bilər ki, o mürəkkəb, daha mürəkkəb məhsuldur və sən müştərinin yanında özün nə qədər nətər deyim, görməlisən, konsultasiya verməlisən müştəriyə. Bizdə bəzən necə olur, yəni şəxsi təcrübəmdə, yenə də mənə satış edəndə fikir verirəm bu detallara. Maksimum çalışır ki, yerində, sürətli, tez onu mənə ötürsün, mübadil eləsin, məndən pulu alsın. Fikrimi çatdıra bildim. Yəni, fikir ancaq puldadır. Mənə kömək eləməkdə deyil. Əslində, sualımın da biri o idi ki, satışda motivasiya ilə həmişə pul olur. Əksər hallarda motivasiya bizdə klassik motivasiya sistemi səhv eləmirəm. Bəli, təbii ki, bu normaldır ki, siz
bal arısı nektar yığmaq üçün çiçəkdən çiçəyə uçur da. Onun məqsədi nektar yığmaqdır. Onun məqsədi odur ki, tozlanma həyata keçirsin. Amma o bal yığdığı müddətdə yer kürəsində çox həyati vacib hadisələr baş verir. Bəli. Ağaclar tozlanır, ona görə ağaclar mövcud olurlar. Ağaclar mövcud olduğuna görə oksigen qat əmələ gəlir. Oksigen havada, atmosferdə oksigen olduğuna görə bütün canlılar yaşayır. Arının bundan xəbəri yoxdur. Arı sadəcə nektarını yığır orada. İndi satış əməkdaşı da satış eləyir ki, bonus qazansın, öz kreditini ödəsin, xərcini bağlasın və s. və axır daha yaxşı həyatı təminləsin. Bu çox gözəl motivasiyadır da, olsun burada pis nə var ki. Amma bunu necə eləmək lazımdır, öyrətmək lazımdır. Yəni metodunu öyrətmək lazımdır ki, bu özünə də, şirkətinə də, müştəriyə də zərərli formada olmasın. Bunun doğru metodunu öyrəndiyi halda, o başa düşsə ki, məsələn, etik satış həyata keçirdiyi halda o əslində daha çox qazanacaq. Bu o halda eləyər. Amma bizdə hələ də satış adamlarının da beynində, satışla məşğul olan əməkdaşlarının da beynində bir şey var ki, yox, yəni sən mütləq yalan danışmalısan, şişirtməlisən ki, satasan. Manipulyasiya. Bəli, bu indi bəlkə satmağa kömək edir bu dəqiqə. Rahat. Çox özü yormursan, başı yormursan, araşdırmırsan, eləmirsən ki, nə var indi bir şey deyəcəm, satacaq, alacaq da onsuz da. Amma müştərinin geri dönüşü, təkrar alışlar falan azalır. O anlasa ki, mən müştəriyə etik satış eləsəm, dürüst satış eləsəm, o müştəri mənə təkrar da gələcək və mən bir müddətdən sonra mənim bir müştəri bazam olacaq ki, çox əziyyət çəkmədən o müştəri bazasını istədiyim dövrəni eləyəcəm, istədiyim bonusları qazanacam. Belə bir onun beynində strategiya olmalıdır. Bu strategiyanı onu aşılamaq lazımdır hər bir satış əməkdaşına. Belə olan halda o da xoşbəxt olacaq, müştəri də xoşbəxt olacaq, şirkət də xoşbəxt olacaq. Çünki şirkətin də stresi az olacaq. Çünki onun loyal müştərilərinin sayı artacaq. Bax, bu yanaşmanı mütləq satış əməkdaşlarında formalaşdırmaq lazımdır. Bunun üçün də təbii ki, o məhsulu daha dərindən öyrənməlidir, müştərisini daha yaxşı anlamalıdır, suallar verməlidir. Bu şəkildə olduğu halda bu baş verir. Əks halda artıq bayaq dediyim sistem məsələsi ki var idi. O sistemin bir puzzlelarından biri də qoyulan KPI-lardır. Yəni şirkət nə qədər ki bir dəfəlik alışları stimullaşdıracaq, satıcılara o istiqaməti KPI-lar qoyacaq. Yəni məsələn, bir dəfəlik satış dediyim nədir? Yəni bu ay sənin filan qədər satmalısan və sənin KPI-in budur. Və amma məsələn nə qoya bilər? Bayaq Azad bəy qeyd elədi. Nə qədər təkrar müştərini geri qaytarırsan. Yəni o istiqamətə KPI qoyurmu şirkətlərimiz? Qoymur axı. Yəni sistem düz işləməlidir. Əgər sistem düz işləməyəcəksə, o perspektivə baxan strateji nöqteyi nəzərdən düz işləməyəcəksə, satıcı əlbəttə ki, qoyulan KPI-yə görə həmin ayı ya həmin günü çıxmağa çalışacaq vəziyyətdən. İndi burada ona pul verilir, başqa bir şey verilir. O artıq başqa mövzudur. Mən suallardan birini indi biraz istiqamət dəyişməyəcəm, daha doğrusu tələbələrimizdən gələn ən çox suallar bu olur ki, dərslərdə ən çox müşahidə etdiyimiz nə olur? Satış tipləri ilə bağlı. Düzdür, mən özüm də sonradan açdım, onu oxudum, maraqlı gəldi mənə. Nə bilim, delfinlər falan, belə bir şey. Bu real var, belə bir şey varmı? Tələbələrimiz soruşurlar. Hə, yəni ki, bu nə qədər özünü doğruldur? Şəbnəm xanım, bu 3 yanaşmadır. Yəni birinci yanaşma inert yanaşmadır. Yəni satış əməkdaşı düşünür ki, satışda mənim elə də rolum yoxdur da. Yəni müştəri gəldi, məhsulu təqdim elədim, göstərdim, alırsa alır, almırsa almır. Burada mənlik nə var ki, mən öz işimi yerinə yetirdim. Xüsusi bir fədakarlıq, əzmkarlıq nümayiş elətdirmir və bunun heç əhəmiyyətli olduğunu da hesab eləmir. Bu bir yanaşmadır, inert yanaşma. İkinci yanaşma, ona akula deyirlər, aqressiv yanaşma. Aqressiv deyəndə burada da əzmkarlıq var, amma müştərini düşünmədən, müştərini bezdirərək. Bəzən bezdirərək, çox həddən artıq dominantlıq eləyərək bu cür satış eləmək. Burada da yenə satıcının peşəkarlığı lazımdır, təbii ki, məhsul bilgisi lazımdır, danışıq aparma bacarığı güclü ola bilər, amma bu prosesdən müştəri həzz almır. Müştəri sonra özünün sanki aldadıldığını da hiss eləyə bilir. Buna görə onun üçün o bir daha bura geri dönmək istəmir. Sanki satış əməkdaşı manipulyasiya eləyir, ona satır. Bəli. Bu dəqiqə isti-isti pul aldı, qazandı, şirkət də qazandı. Amma bunun sonrası olmur.
Amma üçüncü yanaşma dediyimiz o delfin tipli Bəli. yanaşma, delfin də əslində bilirsiniz də yırtıcı heyvandır. Çox adam amma onun yırtıcı olduğunu Bəli. bilmir. Amma əslində bəli. Bəli. O Damarına qədər bir şirin bassas. yırtıcı. O qədər şirin yırtıcıdır ki, yəni heç kim hamı onu biz özümüz balığı tutub ona veririk ki, tək o bizə yaxın gəlsin və o cür satış yanaşması da var ki, sən müştərinə elə işləyə bilərsən ki, müştəri özü təkrar gəlib səninlə ünsiyyət qurmaq istəsin. Məhz səndən alış-veriş eləmək istəsin. Bu proses o qədər zövqlü olsun ki. İndi tutdum. Hə, yəni həm bunu şey kimi gördü. Nə qəşəngdir deyib yaxınlaşdı. Əslində o da niyyəti odur ki, hədəfi var, satsın. Təbii, oynaya satır da. Bilirsiniz, satmaq elə özünü yormaq falan belə olmamalıdır. O Konfutsiyinin məşhur deyimi var. Deyir ki, müdrik adam baxmadan görür, etmədən nail olur. Yəni adamın peşəkarlığı əslində artdıqca o daha az enerji ilə, daha az resursla daha çox şeyə nail olur. Satışda da o delfin yanaşmasında satış əməkdaşı əslində çalışmır ki, qarşısındakı adamı inandırsın, çalışmır ki, qarşısındakına təzyiq eləsin və s. O maqnit kimi təsir edir. O qədər elə söhbət edir. Yəni satış müştəri elə istəyir ki, qərarı o özü verdi. O satışda belə bir qızıl qayda var ki, belə bir deyim var məşhur ki, heç kim xoşlamır ki, ona nəsə satsınlar. Amma hamı xoşlayır ki, özü nəsə alsın. Bəs onda niyə günü bu gün belə artıq 2025-ci ili belə bitiririk, amma hələ də müştəriyə toxunma nöqtələri var ha. Bəli. Dayanmadan bezdirən satış mütəxəssisləri var. Halbuki sən ona deyirsən ki, mən yəni dilinlə deyirsən ki, Bəli. mən bu xidmətdən faydalanmaq istəmirəm. Və yaxud da peşmansan ki, sən utanırsan deyəsən ki, bir ay sonra danışarıq, bir ay tamam olmamış belə zəng vururlar. Niyə var bunlar hələ də? Ölkədə bu qədər satış təlimi var, ölkədə bu qədər satış mütəxəssisləri var. Çox deyil. Sizə deyim ki, yəni satış təlimi çox keçirilmir ki, yəni biz Azərbaycanda nə qədər adam satışla məşğuldur və nə Amma qədər inandırım satış siz ki, marketinqdən daha çox satışdır. Bu normaldır da. Yəni ümumilikdə satışla məşğul olan adamların sayı marketinqlə məşğul olanlardan bəlkə 100 dəfə çoxdur. Bəli. Qat-qat çoxdur Bəli. və təbii ki, satış əməkdaşlarının təlimlənməyinə də çox ehtiyac var. Bu təbiidir. Amma gəlin gedək sorğu eləyək görək hər satış əməkdaşı təlimlənibmi? Hə. Heç olmasa ildə bir dəfə təlim alırmı? Ona görə mənə maraqlıdır ki, yəni niyə Bilirsiniz, hələ də bu var? Təlim məsələsi belə deyil də. Yəni 5 il əvvəl mən satış təlimində olmuşam. 5 il əvvəl olmusan və 5 il ərzində nə etmisən? 5 il ərzində sən məşq eləməmisən. Siz təsəvvür edirsiniz, bir idmançı 5 ildir idmanla məşğuldur. Nə var 5 il əvvəl məşğul olub. Yəni formadan düşəcək də təbii ki. Və satış əməkdaşına da təlim 5 ildə bir lazım deyil. O hər il lazımdır. Hər il 2 ay, 3 ay təlimlənməlidir. Hətta bu kənardan təlimdən söhbət gedir. Daxili təlimlər isə ümumiyyətlə nə bilim həftədə bir dəfə, heç olmasa 1-2 saat satış əməkdaşlarını təlimləndirməyə diqqət ayırmaq lazımdır. Çünki pul oradan gəlir də. Satış əməkdaşları maksimum güclü, effektiv olmalıdırlar ki, o şirkətin ümumi fəaliyyətindən maksimumda bəhrə götürə bilsinlər. Belə. Yəni bu hələ görüləcək iş çoxdur bazarımızda. Yəni birdən-birə biz qəfil gedin Türkiyəyə, görün Türkiyədə bəyəm hər addımda siz peşəkar satış əməkdaşı ilə rastlaşacaqsınız. Orada belə yəni neçə illərdir. Biz Buyurun müəllim. Əslində o elə bu sözü tipləri qoymuram. mən yaralı bir mövzuma toxundum. Arada bu sualı mənə də verirlər, amma elə ona mən görə də məsələnin eşitmişəm deyə verdim. mən məsələn ümumiyyətlə əks tərəfindəyəm. Ümumiyyətlə bu adlandırmaların özünüz bilirsiniz biraz xarakterimi. Məsələn akademik tərəfi sübutu, əsası falanı varsa daha isti yanaşıram. Əgər yoxdursa, mən ümumiyyətlə bu belə deyim, nəzəriyyə də adlandıra bilmirəm əslində bunu. Bu əslində bir çox məşhur satış adamları, motivasiya kitablarından ortaya çıxan bir adlandırmalar, yanaşmalardır. Bu birinci yerdə Brian Tracy durur, sonra Tom Hopkins. Bunlar motivasiya edici ədəbiyyatlar, satış insanları üçün motivasiya edici ədəbiyyatlar çıxarıb və bir növ, amma bunların faydalandığı biraz psixologiya məsələsi var da, insan psixologiyası, hansı ki nədən ilhamlanıblar? Bunlar ilhamlanıblar Carl Jung'un bölgüsündən, bunlar ilhamlanıblar Myers-Briggs'dən, bunlar ilhamlanıblar. Yəni elmi şəxsiyyət tipləri deyilən bir şey var, ümumiyyətlə və s. və ilaxır. Yəni bu nəzəriyyələrdən ilhamlanaraq öz dillərində, öz fikirlərində biraz da ucun bucağın bəziyərək ortaya çıxartdığı bir adlandırmalardır. Nə bilim, delfindir, nə bilim, filandır, peşməkandır. Amma elmi zaten, elmi belə deyək də olaraq, hətta belə
qeyd elədiyim əsas elmi altlıq ki var, elmi istinad ki var, oranın özündə də şəxsiyyətin vahid özünü aparma qabiliyyəti və yaxud da ki, vahid yəni dəyişkəndir. Yəni bir adam, əgər o adlara qayıtsam, insan dinləyicilərimiz üçün qəliz olmasın söhbətim, bir adam akula da ola bilər, delfin də ola bilər, nə bilim başqa bir şey də ola bilər. Yəni amma bizdə sözü götürüb bir tərəfli qəbul edirlər. Elə düşünürlər ki, satıcı bu ya akula tipdir, ya nə bilim bu delfin tipidir. Xeyr. Konkret. Bu yanaşmadır. Yanaşma dəyişə bilər. Yəni bir insanda bu hallar dəyişkən ola bilər. Fikrimi çatdıra bildim. Digər tərəfdən həmin o adlandırmalar ölkələrdə olan mədəniyyəti nəzərə almır. Okay? Yəni bəlkə də həmin ölkədə belə çıxmasın, tamam başqa bir şkala çıxacaq ortaya. Aşağı yuxarı bir neçə növü üst-üstə gəlir. Məsələn, o bezdirici tip belə ola bilər, nə bilim lider tip belə ola bilər, nə bilim filan peşməkan, amma mədəni faktorlar var ki, bütün ölkələrdə eyni texnikanı mı istifadə eləməlisən, eyni adlandırma ilə getməlisən müştəri üzərinə, xeyr. Yəni elə ölkə var ki, o davranışı qəbul etmir ümumiyyətlə. Fikrimi çatdıra bildim. Yəni bu elə bir don deyil ki, yaradılır və hamının əyninə olur. Belə söhbət yoxdur. Mən çox maraqlı məqama toxundunuz. Misal üçün 2000-ci illərdə o akula tip satıcılar çox uğurluydular. O indi adını elə qoymuşuq da hələ ki. Çünki müştərilər çox kaprizli, titiz deyildilər. Müştərilər nəsə məhsul axtarırdılar. Amma indi artıq biz yetişmiş bir bazarıq da. Yəni bazarımız yetərincə formalaşıb, bazar oyunçularının sayı istənilən sahədə çoxdur, rəqabət yüksəkdir və müştərilər artıq çoxsaylı təkliflərin içindən seçim edirlər və bu zaman onlar artıq delfin yanaşmasını gözləyirlər. Onlar artıq istəmirlər ki, kimsə onunla manipulyasiya eləsin, ona təzyiq eləsin. Təzyiqi görən kimi kənara çəkirlər, müdafiə olunurlar. Buna görə artıq bizim bazarda o akula yanaşması işə yaramır. Ondan müştərilərimizin böyük çoxluğu qıcıqlanır. Artıq o delfin yanaşması dediyimiz, yəni daha ağıllı yanaşma, bəli, daha müdrik yanaşma odur effekt verən, bağ yaradan, bəli. Yəni hər bir satış əməkdaşının əsas məqsədi özü üçün müştəri bazası formalaşdırmaq olmalıdır. Zamanla ona loyal olan, onu axtaran, onu belə ekspert kimi qəbul edən, konsultant kimi qəbul edən müştəri bazasını formalaşdırmaqdır ki, 100 dənəmi, 200 dənəmi, 50 nəfərmi, 50 şirkətmi onun elə müştərisi olandan sonra onun işi rahat olur. O artıq sadəcə belə deyək də konsultasiya edir, xidmət göstərir. Bu şəkildə olur. Bir də ki, məsələn, komandanı o vaxt bu məsələni, mövzunu ortaya çıxardan daha çox komanda, satış komandasının balanslı formalaşdırılması nöqteyi nəzərdən çıxartmışdılar ortaya ki, hər komandada atıram X%, nə bilim, bu tip satıcı olsa yaxşı olar, X%, bu tipdən olsa X%, bu tipdən, yəni güya bu tipləri ortaya gətirməklə balanslı bir satış komandası formalaşdıra bilirsən. Yəni onun içində mən onu balans deməzdim. Yəni hamı məqsəd olmalıdır ki, o delfin tipli dediyimiz satıcılar formalaşsın. Yəni nə qədər çox olsa o qədər yaxşı. Amma nəzəriyyədə belə bir şey var idi ki, güya o tiplər bax belə balanslaşdırır. Əslində belə bir sual vermək istəyirəm. Maraq çıxır, yəni dediyinizdə maraqlı bir məqama belə deyək, əl qoydunuz. Dediniz ki, onun məqsədi, yəni satış mütəxəssisinin məqsədi ətrafında kifayət qədər şəbəkəni toplama, müştərini toplamaqdır. Bəs burada elə bir şey yaranmırmı ki, yəni məsələn şirkət satış mütəxəssisləri tutur özündə, deyir ki, bu məhsulu satmalısınız. O da özünə o müştəriləri cəlb edir ki, mən satıram. Bu bir təhlükə deyilmi ki, sabah o adam başqa bir yerə gedəndə öz müştəri datasını götürüb aparacaq? Bu asılılığı necə azalda bilər şirkət ki, yəni artıq bir fərdi asıllıq olmasın, bir şəxsə bağlı olmasın, şirkətə bağlı olsun? Çox yaxşı sualdır və önəmli, aktual sualdır bu günləri. Bəli, biz mütləq eləməliyik ki, müştəri bazamız satış əməkdaşlarından asılı olmasın. Bunun üçün şirkətin çox keyfiyyətli CRM fəaliyyəti olmalıdır. Yəni müştəriləri yalnız satış əməkdaşları idarə eləməli deyil, müştərilərlə münasibətləri. Datalar yalnız satış əməkdaşlarında olmalı deyil. Bunun üçün CRM proqram olmalıdır. Satış əməkdaşından bu tələb olunmalıdır ki, bütün danışıqlar, bütün müştəri ilə bağlı olan bütün addımlar ora qeyd olunsun. Sistem, bəli. Belə olduğu halda CRM fəaliyyəti şirkətin, yəni müştərilərlə münasibətlərin idarə olunması fəaliyyətidir də. Bu özü də bir ciddi fəaliyyətdir. Bu keyfiyyətli qurulduğu halda satış əməkdaşı çıxır, onun yerinə təzə satış əməkdaşı gəlir
və bir çox müştərilər bunu heç hiss eləmirlər. Heç hiss eləməyə bilərlər ki, onu ilə danışan adam dəyişdi. Bilirsiniz niyə görə? Çünki təzə gələn adam çox qısa müddətdə tutur ki, misal üçün də Əli bəylə əvvəllər nə söhbətlər olub, Əli bəy nə sifariş edib, Əli bəyin bu məhsuldan gözləntiləri nələrdir, onların tutaq ki, şirkətlərində struktur nədir, ehtiyaclar nədir falan bunu bildiyinə görə Əli bəylə elə söhbəti qaldığı yerdən rahat davam elətdirir və Əli bəy bunu heç hiss eləməyə bilər. Əli bəyin onsuz nəyinə lazımdır ki, belə deyək də orada şəxsi münasibət. Bəli, yəni ola bilər o yenə də var müştəri tipləri. Ola bilər, amma yenə də təzə gələn tezliklə söhbətə girirsə, o problem olmur. Biz bunu yəni müşahidə eləmişik də, əvvəllər də bizim üçün də bu sual idi, amma praktik olaraq biz 2016-cı ilin dekabr ayından CRM fəaliyyətimizi çox ciddi qurmuşuq və bunu çox müşahidə edirik ki, bir əməkdaş gedir, yerinə təzəsi gəlir və müştəri bunu hiss edir. Müştəri bir də hansısa tədbirdə falan əməkdaşla rastlaşanda deyir ki, mən kimdən danışırdım əvvəl? Mən axı sizlə görüşmüşdüm. Onlar deyirlər ki, əvvəl falan kəs idi, indi mənə belə. Yəni bu cür hallar olur. Bax bu çox önəmli sualdır. Bunun üçün mütləq CRM fəaliyyəti proqram olmalıdır öz yerində, amma proqram sadəcə alətdir. İndi CRM proqramı alırlar, amma fəaliyyəti olmur. Yəni danışmışdıq bundan bağlı ötən verilişdə. Mütləq. Yəni və CRM-lə də bağlı əsas işi görən elə satış komandası olur da. Çünki müştəri ilə bağlı işlərin daxil edilməsi, ondan istifadə olunması və s. Bir də təbii ki, müştəri ilə ünsiyyəti biz kənardan da qura bilərik. Yəni yalnız satış komandası yox, başqa bir komanda və ya marketinq şöbəsi də axı kommunikasiya eləyir müştərilərlə. Nəticədə şirkət belə deyək də 360 dərəcə əhatə edir öz müştərisini. Belə olan halda o risk tamamilə aşağı düşür. Məsələn, yenə də görürsünüz sistem məsələsi. Sistemin üzərinə yəni divar qurmalısan. Bəli. Bir də arada bir mənə belə bir suallar gəlir ki, elə sonuncusu 1-2 həftə bundan qabaq belə bir sual gəlir ki, filan situasiya belə oldu, müştəri belə dedi. Bəs bu situasiyada mən necə çıxacağam vəziyyətdən və yaxud da ki, mən necə edim ki, bu situasiyanı xeyrimə dəyişib də. Sistem tək KPI-lardan, tək alətlərdən, yəni əməkdaş bəzən özü çıxış yolu axtarır o sistemin içində. Yetər ki, sən düzgün təlimatların olsun, satışla bağlı, düzgün senarilərin olsun, təlimləndirmə öz yerində, konsultasiya öz yerində. Və təbii ki, bu işin avtomatlaşma tərəfi, datanın idarə edilməsi. Bəzən bir çox onlarda marketinqlə satış, belə deyək də, niyə bir nöqtəyə vura bilmir? Satış o qədər nəticəyə fokuslu olur ki, yəni data nə üçün lazımdır? Perspektivi daha çox idarə eləmək üçün də, belə deyək, oradan bir nəticə çıxardıb perspektivdə daha yaxşı olmağa çalışırsan. Amma satış daha çox bu dəqiqədə olan nəticəyə fokuslu olduğuna görə onlar datanı rahat idarə edə bilmirlər. Yəni biz nə qədər danışsaq da bu qeyri-mümkün görsənir. Kimi çatdıra bildim. Yəni bir adam gəlsin bütün məlumatı, məsələn avtomobil sektorunda görmüşəm bunu. Nə qədər tövsiyə etsək, nə qədər istəsək də ki, satıcı gəl, otur, məlumatı daxil elə, davam elə. Və ya planşet üzərində məlumatı daxil elə, davam elə növbəti müştəriyə. Yox, niyə? Çünki sistemdə KPI başqadır. Orada müştəri sayına və məbləğə qoyulub KPI. Bu adam məcburdur ki, birinin məlumatını yarı-yarımçıq alıb ötürsün, keçsin o birinə ki, sata bildim bəlkə və ya ikinciyə satım. Fikrimi çatdıra bildim. Ona görə də nə qədər sistemsal yanaşma olmur məsələyə. Ancaq belə deyək də, o yaramızın üzərinə sadəcə bir nəsə bir şey bağlayırıq ki, o yara qanamasın. Bu sağalası bir şey deyil. İkinci məsələ də ki, bu marketinqlə satışın yekununda bu hardasa bu yaxınlarda oxumuşdum, səhv eləmirəmsə, bəlkə də 1 il bundan qabaq Garvardın bir məqaləsində dünya klassik satış və marketinq, kommersiya daxilində satış və marketinq kənardan artıq ayrı-ayrı bir şey kimi baxmır da, belə deyək. Artıq hətta adlandırmanı da yeni adlandırma gətirirlər sahəyə. Smarketing adlanan, yəni bu bəli, yəni bu sahənin bir yerdə olan bir adıdır. Və artıq bunun üzərində bütün KPI-lar da uyğunlaşdırılır bir-birinə. Yəni marketinqdən satışın KPI-ları bir-birinə uyğunlaşdırılır. Doğru düzgün hovuz formalaşdırılır. İdarə etmə məsələsi gətirilib birləşdirilir. Yəni artıq smarketinq dövrünə keçid başlayıb.
Ya bunu istəyirdim prosta paylaşım. Verişimizi toparlamaq üçün son sualımı verim. Mən nə qədər elə bilsəm də ki 15 dəqiqədə başlamışam. Sual mənə göstərir ki 50 dəqiqə artıq keçib. Bilməm necə oldusa o. Məncə Ünsal tez tələsmək üçün elə eləyir. Son sualım bu istiqamətdə olacaq ki, əgər madəm elə gələcəkdən danışdıqsa, yaxşı, bu süni intellektin, bəzi bacarıqlar, artıq yumşaq bacarıqların bazara girdiyi bir dönəmdə gələcəkdə sizcə satış və marketinqdə hansı bacarıqlar önəmli olacaq? Onu məncə Azad bəyanca cavab versin. Yaxşı. Elə bu günləri belə süni zəkadan, misal üçün biz çox aktiv istifadə edirik komandamız daxilində, elə satış məqsədi ilə. İstər müştəriləri daha yaxşı anlamağa kömək edən. Misal üçün biz hansısa heç vaxt işləmədiyimiz bir sektordan şirkətlə görüşə gedəsirik. Nə bilim, neft sektoru. Məsələn, bu yaxında var idi belə bir görüşümüz. Neft sektorunda fəaliyyət göstərən bir şirkətlə görüşə gedirdik və bizim o sektor haqqında təsəvvürlərimiz çox az idi. Amma süni zəkadan xahiş elədik ki, bizim belə bir məqsədimiz var, görüşə gedirik, görüşəcəyimiz adamlar bəhmənkəslərdir, şirkət budur. Xahiş edib, araşdır bizə lazım olan şəkildə onu bizə anlamağa kömək eləkinən ki, biz o müştərini yaxşı anlayaq. O da sağ olsun, yüksək səviyyədə bunu elədi. Bizə qısa müddətdə, çox oturub ensiklopediyalar açmadan, Google'da qurcalanmadan bu məlumatları əldə elədik. Təbii ki, bu möhtəşəm bir alətdir, süni zəka və bunu satış əməkdaşları da aktiv istifadə eləməlidirlər. Hər bir aspektdə istifadə edə bilərlər. Mail yazanda, danışıqlar aparanda, danışıqlara hazırlaşanda, işlərini planlaşdıranda, nə bilim, müştərilərini öyrənəndə, məhsulu öyrənəndə, hər yerdə bunu istifadə eləmək mümkündür və ən tez müddətdə biz satış komandalarımıza, satış əməkdaşlarımıza bu alətdən doğru, effektiv istifadə eləməyi öyrətməliyik. Təşəkkür edirəm Azad bəy, çox sağ olun, vaxt ayırdınız, gəldiniz. Siz sağ olun, çox xoş oldu, təşəkkürlər. Minnətdaram, məncə çox dadında belə yaxşı yerdə buraxaq, qutaraq. İnşallah yenidən görüşərik, bizim onsuz da hələ buraxışlarımız davam edəcək. Bakıda balacadır, Azərbaycan da balaca bir ölkədir, ona görə balaca olaraq, yəni peşəkarlar sayı olaraq deyirəm, yəni qətiyyən başqa ölkə olaraq nəzərdə tuturam. Çox sağ olun, inşallah yəqin ki, yenidən görüşərik sizinlə. İnşallah, təşəkkürlər, uğurlar. Biz təşəkkür edirik. Bəli, siz OBA-nın sponsorluğu ilə baş tutan Marketing Talks-un düz 80-ci buraxılışına baxdınız. Biz yenidən başladıq. Yeni mövsüm deyə bilərik bizim üçün. Fərqi yoxdur hansı mövsümdə. Bizim üçün yeni bir mövsümdür. Çünki 80 buraxılışlıq bir necə deyirlər, bir materialın olması artıq bir kitabın bitməsi, yeni bir kitabın başlaması kimi bir şeydir. Bilirəm, uzun olur buraxılışlarımız, izləyə bilmirsiniz. Ona görə maksimum qısa da tutmağa çalışacağam, amma izləyən izləyir. Belə baxanda kimə lazımdırsa, onsuz da o adamlar izləyirlər. Bizim üçün də önəmli olan odur. Və ayrılmadan əvvəl hər zaman söz veririk ki, sonuncu buraxılışımıza şərh yazanlara Parlaq İmzalar nəşriyyatından kitablar hədiyyə eləyəcək. Keçən buraxılışda bizim Fuad Babayevlə olan 79-cu buraxılışında mən icazənizlə mən seçim. Təbii, həmişə kimi. Burada çox həmişəki kimi sözü də atdı da müəllim. Olsun müəllim, olsun. Burada çox maraqlı şərhlər var əlbəttə ki. Hamısının adını çəkmək istəyirəm. Günarə İbrahimovaya təşəkkür edirik. Daha çox ləqəblərlə yazanlar da var, bilmirəm. Onlara uğurlar diləyənlər var. Çox sağ olsunlar. Sonra Natiq Həsənzadəyə təşəkkür edirəm. Onu da Instagramda izləyirəm. Aktiv marketinq mütəxəssisidir. O da özlərində işləyən şəxslərdəndir. Naim Doğuluya təşəkkür edirəm. Layla Zeynalovaya təşəkkür edirəm. Amma kitabı mən bilirsiz kimi hədiyyə eləmək istəyirəm. Burada hətta buraxılış yayımlanan kimi dərhal şərh yazdı. Gülanə Qafarovaya yazmaq istəyirəm, hədiyyə etmək istəyirəm. Niyə? Çox qəşəng şərh yazıb. Şükür qovuşdurana. Daha qalanını oxumuram. O qədər ləzzət elədi mənə ki, yəni bu buraxılışları gözləyənlər var. Həqiqətən də Gülanə xanım zəhmət olmasa mənə sosial mediadan yazın. Mən sizin kitab hədiyyənizə bunu göstərməmə baxmayın. Hansı kitabı istəsəz mən sizə hədiyyə eləyəcəm Parlaq İmzalar vasitəsilə. Təşəkkür edirik. Çox sağ olun. Eyni şəkildə yeni studiyamızda Qarmediaya görə təşəkkür edirik ki, Qarmediada çəkilişlərinizi reallaşdıra bilərsiniz və obadan bəhs etmişkən qurtarmır. Bunun sayəsində buraxılışlar başa gəlir də, başqa cür mümkün deyil. Bayaq Şəbnəm xanım dediyi məsələyə qayıdıram. Yəni kitab əldə etmək istəyirsə, bildiniz şərhi necə yazmaq lazımdır. Yox, əslində o deyil, amma olsa sual verən də ola bilər. Fərq yoxdur. Sadəcə xanım birinci yazmışdı və elə uzun müddət yox idi. Həqiqətən də ondan sonra yazmışdı. Oba Marketlər şəbəkəsinə Aləmşah çayına görə və Hər gün sularına görə təşəkkür edirik. Dəstək göstərirlər və Obanın da biznes kartından bəhs etdim. Bu da çox vacib bir kartdır. Sahibkarlar üçün, iş adamları üçün nəzərdə tutulan kartdır ki, istər əməkdaşlarınıza yönləndirə bilərsiniz o kartlarınızı, istər korporativ sosial məsuliyyət layihələri çərçivəsində istifadə edə bilərsiniz. Siz mağazalardan alış-veriş etdikcə həm də siz qazanacaqsınız. Odur ki, bu kartı da əldə etməyə tələsin. Kartla bağlı ətraflı məlumatları da təsvir bölməsində yazacağam. Çox sağ olun bizi izlədiyinizə görə. İzləməyə də davam edin, çünki daha da maraqlı buraxılışlarımız olacaq, daha da fərqli mövzulara toxunacaq. Toxunmaq istədiyimiz mövzularda yazın, mütləq faydalanacaq bizdən.
Çox sağ olun. Sağ olun.